Düşünürəm ki, bu üç xüsusiyyətə sahib olan psixoloq ən güclü psixoloqdur. Birincisi, ağzı bütöv. Təsəvvür edin ki, bir həkim qandan qorxur, iynədən qorxur. Ondan nə dərəcədə yaxşı, ümumiyyətlə həkim çıxa bilərmi? Eyni şəkildə psixoloq, əgər ağzı bütöv deyilsə, ona verilən məlumatları üçüncü tərəfə ötürürsə, ondan heç vaxt yaxşı psixoloq çıxa bilməz. İnsanlar hər gün gəlirlər sənin yanına, məlumatlarını verirlər, sirlərini, ailədə olan problemlərini. Bütün bunları daşımaq bir şərəfdir. İkinci, müşahidə qabiliyyəti güclü olan psixoloq. Ümumiyyətlə psixologiya müşahidələr əsasında yaranan bir elmdir. Ona görə də bir psixoloq üçün çox önəmlidir ki, müşahidə qabiliyyəti olsun. Üçüncüsü isə öyrəndiklərini öz həyatında tətbiq edə bilən bir psixoloq. Ali təhsilin fonunda psixoloq öyrəndiyi texnika və metodikaları öz həyatında tətbiq edərsə, ortalığa çox möhtəşəm bir mənzərə çıxır. Xüsusən işlədiyi mövzular üzərində buna riayət eləməsi çox önəmlidir. Daxili dünyanızdan müğayət olun.